Ümumiyyətlə, insanın imanının səviyyəsi, insanın mənəvi səviyyəsi onun ailədə aldığı tərbiyədən asılıdır. Yəni, ailədə olan münasibət İslam nöqteyi nəzərindən olduqca mühümdür və ailədə olan münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır dini nöqteyi nəzərdən. Keçən dəfə də dedi, həm valideynlərin övladların boynunda, həm övladların valideynlərin boynunda müəyyən haqları var. Ata-ananın övlad boynunda haqlarından biri, məsələn, övlada gözəl ad seçməsi, yaxşı ad seçməsidir. Yəni, insanın adının müəyyən bir mənanı ifadə eləməsi lazımdır. Mənasız adların övladlara qoyulması düzgün deyil və valideynlər buna görə Allah huzurunda da hətta məsuliyyət daşıyacaqlar. Bundan əlavə, valideyn övlada ədəb və tərbiyə verməlidir və eyni zamanda valideyn övladın mənəvi tərbiyəsinə diqqət yetirməlidir. Bunlar olduqca önəmli məsələlərdir. Tutaq ki, valideynin övlada Quran öyrədib öyrətməməsi haqqında ondan sorğu-sual olunacaq deyə buyurulur hədislərdə. Övladın valideynin boynunda olan haqlarından əsası övladın valideynə itaət eləməsidir. Övladın keçən dəfə də qeyd olunduğu kimi Allahın hökmlərindən qeyri hallarda, Allahın vacib buyurduğu və haram buyurduğu məsələlərdən qeyri hallarda övladın valideynə qeydsiz, şərtsiz itaət eləməsi dinimizin tövsiyələrindəndir. Yəni, övlad valideynin sözünə tabi olmalıdır. Təbii ki, bu heç də kör-körana itaət mənasını ifadə eləmir. Yəni, əslində, onu da qeyd elədik ki, valideynlərin də boynuna məsuliyyət düşür və bəzən valideyn özünün səhv davranışları ilə övladı onun üzünə olmağa məcbur eləyir, vadar eləyir. Belə valideynlər də ciddi məsuliyyət daşıyırlar. Yəni, valideyn də övladın ona olmasına səbəb olacaq hərəkətlərə yol verməməlidir. Yəni, ailədə qarşılıqlı hörmət və ehtiram olmalıdır. İtaət məntiqə ağla əsaslanmalıdır, valideynlərə itaət və yəni qarşılıqlı anlaşma olmalıdır. Əsasən burada mən belə düşünürəm ki, valideynlərin üzərinə məsuliyyət daha çox düşür, çünki valideynlər yaş cəhətdən də övladdan təbii ki, böyüdülər və valideynlər övladın tələblərini nəzərə almalıdırlar. Hədislərdə qeyd olunur ki, övladlar, insanlar ata-analarından daha çox zamanlarına bənzəyirlər. Yəni, zaman insanları formalaşdırır və nəsillər arasında olan konfliktin qarşısının alınması üçün əsasən böyüklərin, valideynlərin, övladların tələbatlarını düzgün dəyərləndirməkləri lazımdır. Yaşadıqları zamanı tanımaqları lazımdır. Keçən dəfə də qeyd olundu. Quran valideynə uf da deməyin deyə buyurur. Hətta bir süfrədən ata-ana ilə çörək yediyi zaman ata-ananın əl uzatdığı tikəyə övlad əl uzadarsa, ondan qabaq götürərsə, hədislərdə qeyd olunur ki, ağ valideyn hesab olunur. Yəni, valideynin haqqı bu qədər böyüdür övladların boynunda. Eyni zamanda valideynlər, yenə deyirəm, bir daha bu məsələyə diqqət eləməlidirlər ki, öz səhv davranışları ilə övladlarla pərdən aradan götürüb övladları özlərinə qarşı hörmətsizliyə vadar eləməməlidirlər. Ortaya belə bir sual çıxır ki, əgər mənim bir müşkülə düşmüş işim var və yaxud da ki, valideynə məsləhət alıram iş əsnasında, valideyn mənə səhv məlumat verir və yaxud da hansı, məsələn, ağlını itirə bilər, qoca ola bilər, yaşlaşa bilər, mənə səhv məlumat verir. Mən də bilirəm ki, bu səhv məlumatdır. Mən həmin işimi valideynin səhv məlumatına görə qurmalıyam, yoxsa öz məlumatıma görə. Yəni, burada da valideyn haqqı qorunmalıdır. Mən burada bir məsələni vurğulamaq istəyirəm. Bir şəriətin, dinimizin buyurduğu hökmlər istisna olunur. Bir də insan üçün talih yüklü məsələlər var həyatda. O məsələlərdə insan özü üçün müəyyən bir qərar verirsə, çox əhəmiyyətli olan bir məsələlərdə burada valideynin rəyi ilə hesablaşmamaq olar. O istisna hallarda olduqca talih yüklü məsələlərdə. Amma bəzən çox əhəmiyyəti olmayan məsələlərdə valideyn hətta səhv demiş olsa belə, biz onun səhv dediyinə itaət eləməyimiz dini nöqteyi nəzərdən
lazımdır. Çünki bu ailənin əsaslarını qoruyub saxlamış olur. Yəni hətta səhv dediyi məsələlərdə belə valideynlərin sözünün qarşısında itaət lazımdır. Amma yenə deyirəm, bəzi qərarlar var ki, biz ömürdə onu bir neçə dəfə qəbul eləməliyik və o çox həssas məsələdir, bizim taleyimizlə bağlı məsələlərdir və bu məsələlərdə insan daha yaxşı olar ki, ağlının hökm elədiyi qərarı versin, ağla tərəf getsin, ağlın buyurduğuna əsasən. Amma burada gənclərə bir tövsiyəmiz də bu olar ki, hətta biz valideynlə razılaşmasaq da belə, yenə də tutaq ki, Allahın buyurduğu məsələlərdir. Çünki bizə də müraciət edənlər çox olur, ailələrdə müəyyən konfliktlər var, hətta inanclı insanların, dindarların da ailələrində belə problemlər var. Yəni, tutaq ki, övlad ibadət eləmək istəyir və yaxud övlad hansısa bir günahdan çəkinir, valideyn onu vadar eləmək istəyir. Yəni, övlad hətta Allahın hökmünə itaət eləyəcəksə, valideynin sözündən çıxırsa belə, orada yenə də təkidlə bunu demək istəyirəm ki, valideynin hörmətini saxlamaq şərti ilə Allahın hökmünə itaət eləməlidir. Yəni, valideynin üstünə qışqırmaqla, bağırmaqla, hansısa bir ədəbsiz hərəkət eləməklə yox, valideynin müəyyən qədər hörmətini saxlamaqla, qəlbini almaqla öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir. Yəni, burada bir orta yol tutulması vacib. Ailələrdə əxlaqlı uşağımızın əxlaqlı olması üçün əsasən nələrə diqqət etməliyik? Valideyn övlad münasibətlərində, tərbiyə məsələsində nəsihətdən çox əməl mühüm məsələdir. Yəni, ata ilə ananın münasibəti valideynin gələcəyini, övladın gələcəyini formalaşdırır. Yəni, övlad gördüyünə əsasən əməl eləyir, eşitdiyinə əsasən yox. İki valideyn arasında konflikt olursa, atanla ananın münasibətləri gərgindirsə hər zaman, övlada nə qədər nəsihət eləsən, övlad tərbiyəli övlad olmayacaq. Yəni, ata-ananın münasibətləri də çox mühüm məsələdir burada və eyni zamanda ata-ana ona verilən səlahiyyətlərdən də sui-istifadə eləməməlidir. Ailədə belə demək mümkünsə demokratik bir mühit olmalıdır. Yəni, övlada şəxsiyyət verilməlidir. Hər addım başı onun qarşısına məhdudiyyətlər qoyulmamalıdır. Övlada qərar vermək üçün şərait yaradılmalıdır. Yəni, övlada müstəqil şəkildə müəyyən məsələlərdə qərar vermək üçün şərait yaradılmalıdır. Övladın kiçik yaşında olmasına baxmayaraq, müxtəlif məsələlərdə onun rəyi öyrənilməlidir. Yəni, ata-ana övladla məsləhətləşməlidir. Onu düşündürən suallara cavab verməlidir səbirlə. Yəni, ailə inzibati bir qurum deyil ki, ata-ana hökm eləsin, övlad ona itaət eləsin. Təbii ki, diktator olmamalıdır. Övlada itaət vacib edilibsə, bu demək deyil ki, ata-ana, valideynlər bu hüquqdan sui-istifadə edib, ailədə bir, siz dediyiniz kimi, bir diktatora formalaşdırmalıdırlar və övlad da mütə olub ona itaət eləməlidir. Təbii ki, övlad itaət eləməlidir, amma valideyn bunu nəzərə almalı ki, qarşısında şəxsiyyət dayanır və bu insandır və bunu şəxsiyyət kimi formalaşdırmaq birbaşa valideynin vəzifəsidir. Və ortaya belə bir ciddi və önəmli sual çıxır ki, ailə quranda hər hansısa bir oğlan uşağı ailə qurma zamanı valideynlərin haqqını qorumalıdır. Və lakin valideynlər ona icazə verməzsə, məsələn, qızın hicablı olması ilə və yaxud da nə isə hansısa səbəblər üzrə icazə verməzsə, bu halda nə etməliyik? Övladın bu məsələdə, evlənmək məsələsindəki bayaq dediyimiz kimi taley yüklü məsələdir. Təbii ki, valideynləri razı salması tövsiyə olunur, amma eyni zamanda son nəticədə bu məsələdə övlad öz seçiminə uyğun əməl eləməsi dinimiz tərəfindən icazə verilir. Çünki bu həyatda bircə dəfə veriləcək bir qərardır və burada da valideynlər təbii ki, övladlara tövsiyə eləməlidirlər, istiqamət verməlidirlər. Amma kobud şəkildə, yəni həyat yoldaşı seçimi məsələsində övladların həyatına müdaxilə eləmək düzgün deyil. Hətta səhv seçim olsa belə, övladı düzgün istiqamətləndirmək olar. Amma övlad nəticədə bu seçim üzərində təkid eləyirsə, orada övlada sərbəstlik verilməlidir. Çünki ailə quracaq şəxs odur və onun gələcək taleyini özü qurur. Əgər hansısa bir müdaxilə olursa, sonra uğursuz ailə alınırsa, övlad ömrünün sonuna qədər valideynlərini qınayır və belə bir konflikt yaranır ailədə, narazılıq, soyuqluq yaranır. Amma övlad
burada seçim sərbəstliyi vermək, eyni zamanda tövsiyələrlə övlada kömək eləmək bu məsələlərdə lazımdır. Amma burada sırf hicab bağlayır deyə ailə qurma deyilirsə, təbii ki, Allahın hökmlərinə də ziddir. Yəni, insanlar hicab geyməməkdə sərbəstdirlər. Hicab Allahın hökmüdür, hicab vacib bir hökmdür. İnanclı bir xanım da əgər hicab geyinirsə, bu ailə qurmamağa əsas ola bilməz ki, valideynləri bunu qəbul eləmir. Təbii ki, yenə deyirəm, bu da övlada da əsas vermir ki, valideynin üzünə ağ olsun ki, yox, mən öz istədiyimi eləyəcəm. Təbii ki, onların hörmətini saxlamaq şərti ilə, ədəb, ərkən qaydalarına riayət eləmək şərti ilə övlad öz seçiminə uyğun burada əməl eləyə bilər.